Hər kəsə salam. Mən Zeynəb. Bu gün sizə 7-ci sinif riyaziyyat dərsindən bir hədlər adlı mövzunu izah edəcəm. Gəlin izahımıza başlayaq. Birinci bir hədlərin tərifini deyək. Bir hədlə nəyə deyilir ümumiyyətlə? Mən bura sizə rahat olsun deyə yazdım. Ədədlər, dəyişənlər və ya onların mənfi olmayan tam üstü qüvvətlərin hasilinə nə deyilir? Bir hədlə deyilir. Nə deməkdir bu? Gəlin sizə başa salım. Ədədlər, dəyişənlər. Məsələn, ədədlər yazıram. Sizə rahat olsun deyə yazacağam, başa salacağam. Ədədlər, məsələn, 18, məsələn, 24, 75 və s. Bunlar nədirlər? Ədədlərdirlər. Dəyişənlər. Yaxşı, dəyişənlərlə də biz əvvəldən tanışıq. Dəyişənlər hansılardır? Məsələn, x, y, z və s. Bunlar da dəyişənlərdirlər. Biz bunlarla tanışıq əlbəttə ki. Və deyir ki, onların mənfi olmayan tam üstü qüvvətlərinin hasilinə bir hədli deyilir. Nə deməkdir? Məsələn, mən bir ədəd və bir dəyişənin ikisinin birlikdə olduğu bir hədli yazdım. Çünki onlar birlikdə bir hədlidirlər. Necə? Məsələn, 4 və ya da ki, məsələn, 6 y. Bu nədir? Bir hədlidir. Ədədlər, dəyişənlər və təklikdə də onlar ayrıca bir hədlidirlər. Y üstü 2. Bu nədir? Bir hədlidir. Niyə? Çünki üstü müsbətdir. Biz demişdik, mənfi olmayan tam üstü qüvvətlərin hasilinə. Hasil bu nədir? Bir hədlidir. Yəni, dediyimizi əməl edirik. Belə başa düşün. Əgər məsələn biz belə yazsaydıq, 7 x üstü mənfi məsələn 2 yazsaydıq, bu bir hədli olmayacaqdır. Niyə? Səbəbi isə əlbəttə ki, qaydamızdan gəlir. Səbəbi odur ki, üstü mənfidir. Biz demişdik ki, mənfi olmayan tam üstü qüvvətlərinin hasilinə. Hasil var, bəli, amma ki, üstü mənfidir. Biz isə demişdik ki, mənfi olmayan tam üstü qüvvətlərinin hasilinə. Ümid edirəm, onu başa düşdünüz. Bir də, məsələn, bizə belə versə, məsələn, x bölünsün y, x çıxılsın y, x üstəgəl y versə. Soruşsa ki, bunlar bir hədlidirlər. Deyirik, xeyr, bir hədli deyirlər. Niyə? Çünki biz demişdik ki, hasilinə bir hədli deyilir. Amma burada mən hasil görmürəm. Biri nisbətidir, bölmə var. Biri fərqidir, çıxma var. Biri də cəmridir, toplama işarəsi var. Demək, bunlar bir hədli deyirlər. Yəni, məsələn, ədədlərlə də elə yazsa, bir hədli sayılmayacaq. Ümumiyyətlə, bir hədli üstü mənfi olmayan və hasili, ancaq hasildən ibarət bir şeydir. Yəni, cəm, fərq, bölmə olmaz, nisbət olmaz. Yəni, hər şey qaydadan gəlir. Mən çalışdım, sizə izah edim. İndi isə mən sizə ayrılıqda hamısını deyəcəm. Yəni, həm bir hədli olanları deyəcəm, bir də bir hədli olmayanları deyəcəm. Gəlin, birinci bir hədli olanlar deyim. Məsələn, 0 özü bir hədlidir. Bunu həmişə yadınızda saxlayın. Ondan sonra x bir hədlidir. Demişdi, ədədlər, vergül dəyişənlər və ya onların. Yəni, onlar ayrılıqda bayaq da vurğuladığım kimi bir hədlidir. Sonra x-in kubu, kvadratı fərqi yoxdur. X üstü 3. Bu da bir hədlidir. Məsələn, birini də yazdım, axırıncısını yazdım. 5x üstü 2. Bu da nədir? Bir hədlidir. Bunlar bir hədlidir. Həmişə bir hədli olacaqlar.
Bir də bir hədli olmayanları deyim. Biz bilək ki, bir hədli olmayanlar nəylərdir? Məsələn, x üstü məsələn -1 bir hədli deyil. Səbəbini məncə anladınız, bayaq da demişdim. Üstü mənfidir. Biz demişdik ki, mənfi olmayan tam üstü qüvvətlərin hasilinə. Üstü mənfidir deyə biz bunu bir hədli adından silirik. Yəni bir hədli deyil. Ondan sonra birinə yazım. Məsələn, x bölünsün y. Bu nədir? Bu da bir hədli deyil. Niyə? Çünki bölmə var. Biz demişdik ki, ancaq hasilindən ibarət olsun. Birini də yazıram. Məsələn, x çıxılsın y üstündə -1. Bu ümumiyyətlə bir hədlilikdən çıxıb. Yəni bir hədliyinin b-sı da yoxdur. Niyə? Çünki biz demişdik mənfi olmayan tam üstü qüvvətlərin hasilinə. Bu bütün qaydaları çiğnəyib. Həm mənfidir, həm də ki burada hasil yox, fərq var. Ona görə biz də bunu bir hədlilikdən silirik. Ümid eləyirəm, anladınız. Yəni belə misallar çıxanda ümid eləyirəm bir hədli olanları və olmayanları ayıra biləcəksiniz. Əgər başa düşmədiyiniz bir yer varsa, arxaya çevirib təzədən baxın mütləq ki, anlayasınız. İndi isə mən sizə bir hədliləri standart şəklə gətirməyi və bir hədlinin əmsal və qüvvət, yəni dərəcə anlayışını izah edəcəm. Bəli uşaqlar, mən sizin üçün bir hədlini standart şəklə gətirmək, əmsal və qüvvət, yəni dərəcə anlayışını izah edəcəm. Gəlin başlayaq. Birinci bir hədlini standart şəklə gətirəcəm. Onu öyrədəcəm və çox asan başa düşəcəksiniz, yəni əminəm. Birinci mən sizə standart şəklə gətirilməmiş bir hədli yazacağam. Onu birlikdə standart şəklə gətirəcəyik. Gəlin başlayaq. Məsələn yazıram 3x, y, z, y, x, z, x deyək və ya da ki, y deyək, heç bir fərqi yoxdur. Mənə belə bir hədli verir və mənə deyir ki, bu bir hədlini standart şəklə gətirin. Necə gətirəcəyik? İndi mən sizə izah edəcəm. Bir hədlimizi görürük. Birinci onun ədədi vuruğunu vuracağıq. Mən bura bir də ədədi vuruq yazdım ki, öyrəşək belə misallara. 4 yazdım. Ən birinci bunun ədədi vuruqlarının hasini tapacağıq. Nə üçün hasil? Çünki ağzımda bir hədli dedim. Bir hədli nə idi? Hasil idi və biz görürük ki, burada vurma işarəsi var. Birinci biz burada ədədi vuruqlarının hasilini tapacağıq. Yəni nə edəcəyik? 3-ü 4-ə vuracağıq. Neçə eləyəcək? 12. Bitdi. Ədədi vuruqla işimiz bitdi. İndi isə keçirik dəyişənə. Dəyişən nədir? Dəyişəni biz bilirik. Dəyişənlər nə deyilir? Mən videonun başında da dedim. Yəni onun hərfləri. İndi isə hərflərini bir-birinə vuracağıq. Yəni ki, hasilini tapacağıq. Birinci x-dən başlayaq. X-dən neçə dənədir? Bir dənədir. Daha doğrusu 2 dənədir. Cəmi 2 dənədir. Nə edəcəyik? X-i x-ə vuracağıq. Mən hamısını belə ayrılıqda qırmızı rəngdə yazdım ki, fərqləndirə bilək. X-i x-ə vuracağıq. Neçə eləyəcək? X-in kvadratı. Yəni ki, x üstü 2. Biz bunu keçmişdik, yəni əvvəldən biz bunu bilirik. Nə yazacağım? Ədədi vuruğumun yanına x üstü 2 yazacağım. Yəni lazım olsa x-dən 1 milyon dənə olsa belə üstündə 1 milyon dənə yazacağım. Sadəcə sayını yazacağıq. Mən belə açılışını yazdım ki, yəni biz x-in kvadratını hardan aldıq onu göstərmək üçün belə açıqlamasıyla yazıram. Keçək y-ə. Y-dən neçə dənədir? 1, 2, 3. Y-i 3 dəfə y-ə vururuq. Neçə eləyəcək? Y üstü 3. Yəni üstündə onun sayını yazırıq.
Y üstü 3. Burada gəlib Y üstü 3 yazıram. Anladınız uşaqlar? Ümid edirəm anladınız. Sonra axırda qaldı Z. Və nə edirik? Əlbəttə ki, Z-i də Z-ə vururuq. 2 dəfə. O da eləyir Z üstü 2. Gəlib bir hədlimizin yanında da yazırıq Z üstü 2. Nə oldu? Biz bu uzun bir hədlini qısa bir standart şəklə gətirilmiş bir hədliyə çevirdik. Anladınız uşaqlar? Yəni belə misallardan çox düşə bilər. Ona görə də, yəni bunları mütləq bilin. Sadəcə ədədlərdə, daha doğrusu dəyişənlərdə sayını üstünə yazacaqsınız. Yəni sayı üstünə yazacaqsınız. Mənim elədiyim kimi. İndi isə uşaqlar, bu standart şəklə gətirilmiş bir hədlidə mən sizə əmsal və qüvvət, yəni dərəcə anlayışını deyəcəm. Uşaqlar, diqqətlə qulaq asın. Əmsal nədir? Əmsal standart şəkilli bir hədlinin ədədi vuruğudur. Nə adlanır? Əmsal adlanır. Əmsal nəyə deyildi? Standart şəkilli bir hədlini, standart şəkilli bir hədlimizdə elə biz bunu standart şəklə gətirdik. Bir hədlinin ədədi vuruğu. Ədədi vuruğu neçədir bunun? 12. Bayaq dedim, ədədi vuruğunu bir-birinə vururuq. Bax elə, yəni ədədi. Ədədi vuruğu neçədir? 12. Yəni bizdə məsələn gəlib belə soruşsa ki, bir standart şəklə gətirilmiş bir hədli verib soruşsa ki, bunun əmsalı neçədir? Biz onun ədədi vuruğunu yazacağıq. Necə ki, bunda necə elədim? Onda da elə. Əmsal neçə oldu? 12. Ümid eləyirəm, bunu anladınız. Yəni, əmsal neçə oldu? 12 oldu. Keçirik qüvvət, yəni dərəcəyə. Haradasa qüvvət, dərəcə görsəniz, qüvvət və dərəcə eyni anlayışdır, eyni şeydir. Sadəcə, adı arada fərqli yazıla bilər. Qüvvətin dərəcəsi nədir? Həmin bir hədlinin hərflərinin, hərflər biz bildik, deyirəm hərflərini. Hərflərinin qüvvətləri cəmi bir hədlinin qüvvəti, yəni dərəcəsi adlanır. Qüvvətlər cəmi nədir? Qüvvət biz bilirik də 5-ci sinifdə qüvvət anlayışı ilə tanış olmuşuq. Qüvvətlərinin cəmi, yəni qüvvətlərini toplayırıq. Anladınız? Ümid edirəm anladınız. Yəni üstlərini toplayırıq. Mən belə deyirəm ki, belə başa düşən üstlərini toplayacağıq. Neçədir üstləri? 2, 3, 2. Qüvvət, yəni dərəcə. Haradasa qüvvət və ya dərəcə gördünüzsə, eyni şeylərdir. Onu yadınızda saxlayın. 2 üstə gəl 3, üstə gəl 2. Neçə eləyir cavabı? Eləyir 7. Ümid edirəm bunu anladınız. Yazıram yanında 7. Bu qədər asan yəni. Sadəcə qüvvət, dərəcə istəyəndə sadəcə üstünü toplayacağıq. Anladınız? Sadəcə üstünü toplayacağıq. Amma məsələn belə versə, indi bu mən də qarışdırdığım bir şey idi. Məsələn belə versə 6 üstü 4, məsələn x üstü 8, z üstü məsələn 10. Deyir ki, qüvvətini tap. Siz mütləq götürüb bunun üçünü toplayacaqsınız. Amma yadınızda saxlayın ki, mən dedim ki, hərflərinin üstü ya hərflərinin ədədinin yox. Yəni, nə edəcəyik? Sadəcə hərflərin üstünü. Yəni, x-in, z-in üstündə var 8-in 10. Sadəcə 8-in 10 toplayacaq. Yəni, bu 6 üstü 4 bu ədədə aiddir. Bizə isə qüvvət deyəndə sadəcə onun hərflərin üstü lazım olacaq. Bu ədədlə onun üstünü biz ayırırıq. Sizin üçün hamısını, yəni natural üstü qüvvətlərinin düsturlarını və onlara aid nümunələrin hamısını belə yazdım. İndi qısaca izah edib videomu bitirəcəm. Birinci düstur odur ki, A üstü N vurulsun A üstü M bərabərdir A üstü N üstəgəl M-ə. Bu nə deməkdir? Yəni, belə bir misal qarşınıza çıxsa, sadəcə üstlərinin cəmini tapıb üstünə yazacaqsınız.
Yanında nümunəsini də yazmışam. Daha doğrusu şəxsi nümunəsini yazmışam. Oradan bax